Fəxri müəllim hər yerdə öz sözünü deyir. İdman sahasında da, federasiyada da, bütün həm oğlu çempiondur, həm tələbəsi çempiondur, həm də özü çempiondur. Bu boydana qələbəni əldə eləmək hər adamın işi deyil. Sağ olun, təşəkkür edirəm, var olun. Biz dünya çempionatında iştirak edik, yüksək səviyyədə iştirak edik. Biz gəldən dünya çempionatı idi. Balacalarımız ilk dəfə iştirak edenler vardı. Ona baxmayaraq hamı gözəl döyüşdü. Hamısını da təbrik edirik. Sizin sayenizdə iştirak elədik. İnşallah Allah'ın köməkliyi bir aydan sonra İslam Əmrəli oynayacağız. Yüksək səviyyədə təmsil edəcəyik. Uğurlar, hər birinizə uğurlar və uğurlarına inanıram ki, bu İslam oyunlarında da böyük qələbələr qazanacaq. Çünki İslam oyunlarında bizim 4 lisenziyamız var. O lisenziyamızın 3'ü çempionlara məxsusdur. Biri də qızdır, qadındır. Və 5 də ola bilər. Hələ 5 də ola bilər. Bu 4 və 5 lisenziyanın olması əlbəttə bizim idman üçün böyük sevindirici haldır. Çünki Muay Thai idman növü çox sərt döyüş, ayaqüstü döyüş olduğuna görə hər zaman sərtliğinlə öndə olur. Biz inanırıq ki, Azərbaycana bu İslam oyunlarından da medalla geri dönəcək. Və hər birinizə yenə də uğurlar, qələbələr və mən istəyərdim ki, zəhmətkeş